Dostlar, gününüz xeyirli uğurlu olsun. İstedim bir video çekim. 20 kuza hakkında, bir de ustalar hakkında, bir de taksiler hakkında olan hem suallar hem sualdan əlavə olaraq öz fikrindən keçən bəzi sözlər var. Son zamanlarda yaman suallar verirlər ki, qardaş hansı ustanı məsləhət bilirsən, hansı ustanın yanına özün geysən filan. Düzü desəm ki, indiki zamanda qorxuram ki, kiməsə hansı ustanı məsləhət bilim. Deyil, niyə? Bu dəqiqə Bakı şəhərində 20 kuzanın, yəni belə deyək də, köhnənin ustalarından heç kim işləmir. İstəyir belə deyək də, bir ilin, istəyir 5 ilin ustalarından heç kim işləmir. Dedirsən, niyə? Gelirsən belə deyək də, tanınmış bir ustanın yanında da adı indi çıxıb da, bunu bilirsən ki, bu 5 ildir, 6 ildir, 7 ildir, Prius 20 kuza ilə məşğuldur da, Priusun ustasıdır. Gelirsən yanına qardaş, görürsən ki, uçinikdir. Zəng gelsən ki, ay filançı usta, mən sən yanıma gələm, deyir, gəlsən usta yoxdur, zəng gelsən, deyir, qardaş, mən maşınlara baxmıyorum ki, mən oranı işlədirəm, bəs qoy filankəs baxsın. Filankəs də 5-6 aydır ustanın əlinə baxıb, hava-hava bu ustanın üstünə baxıb, bu usta olub. Uçiniklərin 80%-nin, 70%-nin heç Prius'dan anlayışı yoxdur. Elə baxır, kompüterdə çıxdı, budur. Yəni buradan baxırlar da, qulaq asırlar da, bəzi ustalar var ki, mənə qınayacaqlar. Amma belə deyək də, tam şəkildə gərək bunu öyrənəsiniz. Tam şəkildə Prius 20 kuzanı bilmək lazımdır ki, hansısa bir maşın gələndə, nəsə bir problemi olanda o problemi tapasınız. Gedirsən, belə deyək də, gedirsən ustanın yanına, usta yoxdur, uçinik gəlir, uçinikdir, nə problemdir? Deyirsən ki, nə bilim, nidanın işığı yanır. Gedir, şey götürür, gətirir, o kompüter deyilən bir şey var əllərində, bu monoblokda. Kompüter diagnostikanı gətirir, taxtı bunu diagnostikanı, bu batareykasıdır. Arkadaş, dəqiq batareykası, batareyka söküldü, yığıldı, təzən taxıldı, gene aşıfka verir. Bir dənə əlivə vurur inventor pompasına, aşıfka bunun aşıfkasıdır. Sən batareyka da almışsan, onun pulunu da verməyəsən. Təzdən gene sökülür, batareykası geri qaytarılır, nə bilim, qaytarılmır. Yəni bu dəqiqə mənə çoxları komentar eləyəcəklər ki, qardaş, hansı ustanın məsləhət bilirsiniz? Valla dostum, əzizim, əziz qardaşlar, mən bu dəqiqə heç bir ustanın məsləhət bilmirəm. Düzdür, məsləhət bildiyim usta 2 dənə ustadır, bir Dilavər ustadır, bir Tural ustadır. Bunlar Prius'un atasıdır. Yəni Prius'un ideal işini bilən şəxslərdir. Düzdür, Tural usta, belə deyək də, indi hal-hazırda sırf təzə kuzalara, Prius C-lərə, V-lərə belə baxır. Amma 20 kuzanda hər hansı bir problemi olsa, onu dəqiq deyir ki, qardaş, sənin problemin budur. Yəni mən bu günə qədər getmişəm o ustanın yanına, o usta mən bir dəfə olsun belə işimi tərs qoyub üst söndərməyib. Yəni nə deyibsə budur. İnşallah aprel ayından dostlar çəkilişlərə başlayacağım sırf ustaların yanında. Yəni ustalar dedim ki, mən belə deyək də, indi bir-iki dənə yer var ki, oranın ustalarını güdürəm, baxıram ki, onlar təmiz iş görürlər, işin gedişatını bilirlər, yaxşıdırlar, bunlara cavabdəyəm. Amma indiki zamanda qorxuram ki, onu da adını çəkim ki, gedin bunun yanına, gedəcəksiniz, falan şey xərab olacaq, nə qədər ad qoyulacaq ki, Orxan dedi ki, get falan kəsin yanına, get. Yəni mən indi qorxuram, çünki uçiniklər işləyir. Ustaların özü yaxın durmur söhbətlərə. Yəni maşına deyəndə, adi bu yaxında bir servisə getmişdim, adını çəkməyəcəm. Buradan zəng edim, qardaş, gələm. Dedim ki, bəs ABS-in 5 tutur da, yəni tutumu ağırdır falan. Qardaş, gəl baxaq. Durub getmişəm bunu basa-basa 20 kilometr, 18 kilometr. Ustaya zəng edirəm, deyir ki, mən yoxam, orada uçiniklər var, biz filan kəs var. Onu şeylə yanına yaxınlaş, baxsın. Yəni məni qane eləməyən bir şeydir. 20 kuza haqqında da özüm çox şey bilirəm deyə, daha elə də çatırım uçinikin yanına derim, bu dərdi budur, bunu düzəltmək lazımdır, bunu həll eləmək lazımdır. Neyse, bu bir mövzuda qoyduq qırağa. Danışaq taksi haqqında. Taksi haqqında dostlar, indi çoxları deyir ki,
Bəs mən nətər buraxılış alım, nətər sənin maşının qardaş 17-ci ildən yuxarıdırsa, 2016-17-dən yuxarıdırsa, sən buraxılış ala bilərsən. Buraxılış almaq üçün də hansı sənəd lazımdır? Birinci, hökmən narkoloji dispanserdən arayış almalısınız, mütləqdir bu. Sonra sertifikat olmalıdır, bu 2. Şəxsiyyət vəsiqəsi, prava, maşının texniki müqaviləsi, yəni hansısa bir qarajla müqaviləsi, bir də tibbi müqaviləviz, sonra adınıza vön, asan nömrə, bir də ki, əgər maşının adınızdadırsa, tex pasportun şəkli, adınıza döyülsə, davernisdən sürsə, davernisinin şəkli, lizinqlə sürsə, lizinqin şəkli. Bunları yığırsınız, yaxınlaşırsınız avtovazanın birinci mərtəbəsinə. Birinci mərtəbəsində orada terminala ödəniş olunur. 125 manat verirsiniz sənədləri. 15 gün ərzində də sizə sənəd gəlinir, siz maşının üçün buraxılış vəsiqəsi alırsınız. Sonra buraxılış vəsiqəsi alandan sonra da 25 manat ödəyib buraxılış kartı almaq lazımdır. Bu hökməndir. Yəni almayın filan şey. Yox, bu məcburidir ki, almalısınız. Əslində yaxşı bir şeydir. Niyə görə? Rahat şəkildə fərdi fəaliyyətinizi görürsünüz. Amma onu dedim ki, dostlar, bax, ay ərzində buraxılış kartı alınmalıdır. Çoxları indi elə bilir, yox, buraxılış kartı filan, amma hökmən alınmalıdır, dostlar. Qanun nəyə tələb edirsə, onu yerinə yetirməliyik hamımız. Çünki siz sabah reydlər olanda, siz saxlayanda buraxılış kartı yoxdur, cərimələrini biləcəksiniz. Cərimə bilməm nə qədərdir. Amma biləm ki, cəriməsi olacaq, hökmən şəkildə olacaq cəriməsi. Çalışın, bütün sənədləri qaydasında sürün. İndi belə deyək də, sənədlər hamısı qaydasında olandan sonra taksi fəaliyyətindən, taksi şirkətləri sizdən qətiyyən bir çəpə tapıb sizin profilinizi bağlaya bilməz, yəni nəsə eləməz. Sonra bu buraxılışı olmayan maşınları bağlayırlar. Buraxılışı olmayan maşınları bağlayırlar. Bu buraxılışı olmayan maşınlar belə deyək də təzədən dirənirlər ki, profilləri açılsın. Yəni dostlar, bunu eləmirlər, açmırlar. Yəni mən də bir-iki dəfə buraxılışım olmayıb, yəni təzə bu sənədləri qeyrinə düşəndə bilmirdim nətər də profil bağlanmışdı. Hələ də yalvara eləmişəm ki, bəs açın, gənə açmırlar. Qətiyyən açmırlar. Keçək ən əsas məsələyə, taksi proqramından istifadə edən o müştərilərə. Mən istəyirəm bu mövzuya da toxunum. Müştəri, belə deyək də, proqramı vurmamışdan qabaq, siz ümumi proqramı bağlayın, yəni X-deyin hamısını, proqramı sıfırdan açın. Bir də ki, location knopkasını proqramı açmamışdan qabaq aktiv edin. Çünki sonra onu təyin edə bilmir ki, haradadır. İkincisi də ki, yenə də müştərilər haqqında bir qısa rol çəkim. Boltun özündə sizin canlı konumun olduğunuz yeri göstərir. O sağ tərəfdə sifarişi verəndə maşına, sürücüyə, sağ tərəfdə verəndən sonra sağ tərəfdə aşağıda yaşıl location knopkası var. Onu basın ki, sürücü sizin canlı şəkildə harda olduğunuzu rahat şəkildə görə bilsin. Bugünlük bu qədər dostlar. Videolarımı izləyin, kanalımı like eləyin. Mənə hər bir adamın like'ı və abunə olmağı böyük bir dəstəkdir. Sağ olun, salamat qalın. Sizə bol uğurlar, bol şanslar. Salamat qalın, sağ olun.